Mən qonaqlarımızdan üzr istəyirəm. Yeməklərimiz biraz çörək dizdirən yeməklərdir. Amma yeyib içmək stolunda yəni yaşam belə çörək ki o. Türklər bandırma deyir. Talışlar deyir damcana. Çörək ki belə qəşəng damcana eləyib yemədin o yeməyə. Onun da nə ləzzəti. Qəşəng belə yeyib içməli yeməklər hazırlayırdım da. Bu da can əti pomidordadır. Belə maraqlı bir şeydir. İndi hazırlayacağıq bu yeməyi. Qəşəng belə damcanalı yemək düzəldəcəyik. Kərə yağı. Qəşəng. Sulu belə. Mən deyim salyan pomidoru, sən dinən qazaq pomidoru. O birisi qıraqdan çıxsın desin şəmkir pomidoru. Olsun laf özbək pomidoru. Qəşəng sulu, təzə pomidor. Vurduq. Bu yeməyin əsas ingrediyenti təzə üyüdülmüş qara istiotdur. Qəşəng əti və dad verəcək. Sirinci də əvvəlcədən biraz suda isladırıq. Sirincilər qəşəng şişir, suyu çəkir canına, belə olur yeməli. Loğabdır, loğab. Sirincləri də əlavə elədik. Baxala. Yəni buna servis qabına qəşəng. Bax. Yəni baxala. Hani mənim çörəyim, çörəyim mənim. Bax, bunu gör necə yeyərlər. Bax. Batırdığım belə. Pomidor gör necə dağılır. Əzdiyim pomidoru. Götürdüyün ətindən bunu. Sən dadına baxsan. Sən payındır. O nicələdin, itələdin.